Kimin belə sevgilisi var? Dünya boyda ürəyi olsun, ömür boyu yanımda kalsın, yarım olsun. Nasıl olsam qeyri-adi bir şey, necə deyim, evlənmək təklif edeyim. Yəni seçildiyim xanımla. O da Allah'ın bugünkü gününe şükür olsun ki, Çinara xanım tanış olduk Çinara xanımla. Restoranda zaten ham eləyir, restoranda və yaxud da hansısa bir parkda ham eləyir. Ama avtobusun içinde, sərnişinlərin içinde biraz heyecan. Özüm de orada da kamerada görübsünüz, videoda özə-özə heyecanlıyım. Xanım vəbşə heyecanlıydı, hiç düşünmürdü ki belə bir şey orada. Belə alındı, Allah'a şükürlər olsun, çox şadam. Bir neçə dəfə getdim, işlədiyi yerə kimi getdim. Oldu bir-iki dəfə yaxınlaşdım. Biraz yani bu təbii haldır ki, xanımdır. Elə bir reaksiya vermədi. Bunu Türklər demiş, pəs etmədim. Aslında bu təklifi gözləmirdim. Sadəcə mənə zəng elədi, dedi ki, mən sənə ünvan desəm, oraya gələ bilərsən. Dedim ki, gələrəm. Və gəldim, mənə dedi ki, mənə Aşnafkada məni gözlə, mən bir 20 dəqiqəyə oradayım. Gözlədim, gəldi. Əslində düşünmürdüm burada marşrutda bir təşrif olunsun. Düşünürdüm ki, harasa gedəcəyim. Mənə demişdi ki, gəlib səni götürəcəm, işi təhvil verim, bir sürprizim var, oraya gedəcəyim. Çox həyəcanlandım, amma hə dedim. Allah razı olsun.